Salam, hər vaxtınız xeyirli olsun, gününüz xoşmənalı keçsin inşallah. Necəsiniz mənim əziz, gözəl, dəyərli izləyicilərim, gözəl xanımlar? İnşallah ki, hər biriniz yaxşısınız. Bu gün 2 günün vloqunu paylaşacağam. Bir günü qızımla şəhərə çıxacağıq, əl işləri sərgisinə, konsertə gedəcəyik. O biri günü də qardaşımgillə birlikdə gözəl vaxt keçirəcəyik inşallah. Əziz xanımlar, may ayının gəlməsi mənim üçün çox özəl, gözəl bir aydır. May ayında mənim gözəl gəlinimin, qızımın ad günüdür, doğum günüdür. Buradan gəlinimi təbrik edirəm. Ona gözəl həyat, xoş günlər arzulayıram. Allah sağlıqlı, bərəkətli uzun ömürlər nəsib eləsin. Arzu niyyətlərinə çatsın inşallah. Ad günü hədiyyəsi olaraq Mir Yusifin konsertinə 2 nəfərlik bilet almışam. Ora gedəcəyik və bir də xalça əl işləri sərgisinə. Burada da kiçik bir keks üzərində şam qoyub Güneli qızımı təbrik eləməyə getdim. Biz də hazırlaşdıq, gəldik, çatdıq Qoşaqala qapısına. Buradakı olan əl işlərinə baxdıq, rəsm əsərlərinə baxdıq. Sonra da keçdik əl işləri sərgisinə. Orada çox maraqlı idi. Ümumiyyətlə mən sevirəm belə sərgilər olanda, əl işləri sərgilərini daha çox sevirəm. Gəldik baxmağa. Çox gözəl, bir-birindən gözəl əl işləri var idi. Maşallah olsun. Qızlarımız, gəlinlərimiz hamısı bacarıqlıdır. Allaha çox şükür. Çox gözəl əl işləri var idi. Öz qiymətləri də münasib idi. Hərəsindən biraz sizlər üçün çəkdim əl işlərindən. Sizlərə də göstərmək istədim. Bu gözəl anları sizlərlə bölüşmək istədik. Günel də öz kanalı üçün çəkilişlər elədi. İnşallah o da paylaşacaq. Maraqlı, gözəl bir gün keçdik. Ana qız günü etdik, adlandırdıq bunu. Maraqla hər şeyə diqqətlə baxdıq. Bir-iki aldıqlarımız da oldu, bəyəndiklərimiz çox idi. Heyf ki, hər bəyəndiyimizə də pul yetmirdi almağa. Ancaq həvəslə baxdıq. Ümumiyyətlə almasaq belə, adam belə şeylərə baxanda həvəsləyir, fikri yayınır. Mən şəxsən çox xoşum gəlir. Alış-veriş dükanlarına gedəndə, belə əl işlərinə baxanda özümü çox rahat hiss eləyirəm, gümrah oluram, enerji gəlir mənə. Görün nə gözəl əl işləri var. Festivalıdır. Burada kosmetikası var. Rusiyanın brendi Voice Mixit. Əl işləri də var. Burada 7 manata, 5 manata. Body mistlər var 3 manata. Böyük versiyası var 7, 11 manata. Instagram'a takip ola bilər. Çərəzlərimiz var, atışdırmalıq. 100 qramlıq qablaşmada 3 manat. Sublimə olunmuş çiyələklərdir. 5 manatdır. Qarışıq meyvələrimizdir. 4 manat. Belə Limber var. İçərisi belgiski şokolad. İçərisi çiyələk, üstü belgiski şokolad. Bunlar da 3 manat.
Bunlar nədir xanım? Bunlar çərəz bokslarıdır, açıb göstərir. Bu da belə. Çox gözəldir. Qiymətləri neçədir? Bu 80 manatdır. Yəni içərisində də Hind qozu. Bunlar xurmadır, içərisi çərəz, üstü Belçika şokoladı, özəl əl işidir. Mən hazırlayıram. Bəli, var. Bu çantasını da gətirib belə çək. Çox gözəl. Özəl günlər üçün sifariş vermək Bəli, olar. bəli. Bunu çox bəyəndim. Yeni bir salon. Çantasından gördüm. Dəstəniz neçə çıxır? Bu 7 manatdır. Bu yayında fırça bir yerdə. İstəsəz belə, istəsəz belə. Hətta dörtlü dəsti 7 manat. Boya fırça da üzərində. Burada da gedirik beynəlxalq xalça sərgisinə. Bir-birinə möhtəşəm, gözəl əl işləri xalça sərgisi idi. Əl işlərindən ibarət çox gözəl xalçalar idi. İpək xalçalar da var idi. Hamısı da yun xalçalar idi, çoxu da. Əziz izləyicilərim, inşallah ki, bura qədər izlədiniz, yorulmadınız. Bacardığımdan sizlər üçün də maraqlı çəkilişlər etməyə çalışdım. İnşallah ki, razı qalarsınız. Rəylərdə yazsanız, öz təəssüratlarınızı mənimlə bölüşsəniz, çox şad olaram. Gözəl rəylərinizi gözləyirəm inşallah. Ay canım. Gerçek müəllimin adı. Ne yapacağız? Şoklamaya. Çox sağ olun. Çok sağ olun yavrum. Sağ olun. Смотрите, вот есть такой Çox шарик. gözəl, çox möhtəşəm. Это SSOA наполнительная сюда. Историческая такая сома. Такая красота. Çox Нет, gözəldir. маленький не бывает. Saçarlı, saçarlı. Saçarlı. 115 manat.
Öz əllərimlə balam üçün tort hazırlayıram. Sadə biskvitli tortdur. Çiyələyi çox sevdiyi üçün çiyələkli elədim. Fındıqla, xırdalanmış fındıq, kakos, belə qarışığından tort hazırladım. Çox dadlı idi, çox bəyəndi hamı. Dadı, ətri möhtəşəm idi. Nə islatdım, nə şərbətlədim, heç nə. Elə öz sadə biskvitinlə o qədər gözəl biskviti çıxmışdı. Pilək kimi çox gözəl idi. Bu da hazırladığım Günel balam üçün tortum. İnşallah bəyənər, ona sürpriz eləyirəm. Allah qoysa bəyənər. Belə bacardığımdan, əlimdən gələni. Çox da möhtəşəm bəzəyə bilməsəm də, inşallah ki, dadı da, özü də gözəl olar. Hoş geldin Zehracan. Gidiyorum aşkım. Kızlar söhbətiniz şirin olsun. Əziz xanımlar, məni izləyən gözəl izləyicilərim, Zəhracan 918 kanalına girib baxsanız, bir orada baş çəksəniz, çox sevinər. Zəhracan kanalının yaradıcısı, gözəl bacımız. Onun da təzədir vlogu, hələ 2-3 paylaşımı var. İndi təzə başlayıb, inşallah yavaş-yavaş o da öz kanalını genişləndirəcək, ətraflı çəkilişlərini edəcək inşallah. Onu da izləməyə alsanız çox sevinər. Biz də sevinərik. Çox sağ olun. Həmçinin Günel kanalının yaradıcısı. Günel Vlog kanalının yaradıcısı Günel qızım. Onun da kanalını izləməyənlər, abunə olmayanlar varsa, onlar da izləsinlər, dəstək olsunlar hər iki kanalımıza. Öncədən təşəkkür edirik. Biz söhbət eləyək, yenə görüşərik. Kocasından hediyə, əskər balamızdan. Çox sağ olun, ailə əziyyətini çəkdi. Baxıb kimi, mənə bax. Ağlama.
Çok sağ olun. Teşekkür ederim. Ya, o bilirim ben ne seviyorum. İçine de Lokum da var. kitkat koyuyor. Ne yazdırır? Ay ya. Anan kurban sana. Anan kurban canına. Əsker balam. Allah qorusun. Allah bütün balaları qorusun. Əskerləri qorusun. Mənim balalarım da içində. Canlarım ya.